Qollarını bağladım havaran yağlıq bilən. Siz tixi nadan ikənsiz, mən tixi vədən bilən. Mayımxan ösüb yetilgən siri dərd ələminin, yoxsulluqның, haqarətinin, zulümnin mənbəsinin nemikgəlligini his qılıb yetkən. Şunun olan onunla qarşı qoşaqlar toqıған. Mayımxanın qoşaqları naqış qılıb eğitilib, naitkən tarqalğan. Hatta bəzilə Allah'ın yasaq töyləşki qarşı çıxqan. Şunun olan Mayımxanını xalqını püşkürtdi deb, çeqimçilar, vicdansızlar hökumətə verib, onun haqqında yaman gepini qıldı. Onun tutuluşuğa və öldürülüşüge səbəb olan şeirlərdən bir nəticisi, Kəmbəğəlinin yerleri, sapan tegməyi boz boldu, tam üstüdə taş orsam etim oğul kız boldu. Çünki özlərinin etizini terəməydi, haşarğı işləydi. Ədinin keşkicə haşarğı işləb, özlərinin buğdayları etizli qaldı. Haşar bilən yaz ketdi, tırna ödək qaz ketdi, mən tilisam Hamudni Sadıq tazğı dəz ketdi. Hamud bilən Sadıq bu qızının qol qelinişində ki rol oynağan şəxslər. Beg atam beglik kıladır, nevkerleri bulancılık, han kocam onda yatadır, dorgaları yığarsılık. Alvan yasak haşar edin, elinin beri kakşaydı, dert haline eytqani tirik suğu taşlaydı. Selih nitola selip uzun sakal toymedi, ceni kurugur opqanlar el halini koymedi. Bu bir ki uzun sakal qulcunu başqırvatqan Vandarın. En ahırda onunla karşı mı qoşaqla tüzüşkü başlanğandan keyin Vandarının qəzibini qozğaydı və o qol qelindi. Və 1830-cu ili çepib öldürüb etdi. Onun kallisi bir neçə gün geçə şəhər sepilindəki dərvasıqa esib qoyuldu, ibrət olsun deyə. Üçüncü tonuşturulğan şəxs Mayımxanın qurban boluşuğu səbəb olğan bəzi şiirləri bunu ötdük. Evet. Ayhan Ana bizim yüzümüzü güldürən, mağribqa təməl sağan bir ayal. Ayhan Turdi 1882-ci ili 1942-ci ili arasında yaşayan, Olcu şəhərdə ötkən Turdubay degan kişinin kızı olub, o kiçikdə ilğar fikirliklər açqan, fənni məktəbdə oxuğan bolğaşqa, şu dəvrinin ediyisi ilğar kişilərdən biri idi. Olcu Qazancı məhəlləsində 70 neçə illik tarixə ega bir başlanğıç məktəb. O məktəbdə mən oxuğan, Ayhan Ana məktəbdə başlanğıç məktəbini, otur məktəbini, şu məktəbdə oxuğandım. Keyin Ayhan Ana ismini özgərtib 21-ci başlanğıç məktəb dedi, amma xalq yenə Ayhan Ana məktibi deyişki davam qılan hazır anısam ismi yana əsli kəbdu. Ayhan Ana yetim ballarını okutuş üçün öz öydə başda dəstəbdə yetim ballar məktəbini eçib Xeyriyyə məktibi də isim qoydu. Keyinci kişilər bu məktəbini Ayhan məktibi də adaydı. 1934-cü ildən 1937-ci ilgəcə eyni çağdakı İli Dərya jurnalının qoşumçusunda ömrünüz uzun bolsun Ayhan Ana. Xeyriyyə məktəbki mədhiyə, yetim ballarının anısı Ayhan, Uyğur kızı, Ayhan Hanım qatarlıq nurgun şiir və obzorlar elan qılınıb, Ayhan Ana'nın mərifət söyər ruhi yüksək dərəcə mədhilindi. Bugünkü hali məktəbinin dərvazları yasılıb bu halqa kəbdi, bütünləy xalq özü pul çıxırıb qılan işlər və məktəbinin işçigimi Ayhan Ana'nın bir heykeli turğuzlubdu. Ayhan Ana'nın bu ərdəmlik xüsusiyyəti Uyğur xalqının ilim söyər ruhunu əks etdiriş bilən birgə, onun xalqının əsədini məngü çıxmaydığan uluq insanlar qatarının orunun elişqi türkü oldu. Şunda xalq üçün qılınğan yaxşılıq və xizmət bir kişini həm bu dünyada, həm o dünyada əziz qılıdı. Bir neçə il burun xalq özlükünü təşkilinib, məktəb parası Ayhan Ana'nın heykelini tikdi. Xalqın bilim ilişiğə, mədəniyyət və safa cəhətin tərəqqilişiğə bütün maddi imkaniyyəti bilən həssi qoşqan bu mərdanə ana, bu bilim qoynuğa gələn hər bir kişini təbəssümü bilən qarşı almaqda, yad edilməkdə. 1944-cü ili Üç vilayət inqilabı degen bir milli mücadele inqilabı başlayan Uyğur tarixində həmimiz bilimiz.
bu uruşqa yana Uyghur ayalları özünün bütün gücü bilen, maddi imkaniyeti bilen ve hem ayallar özün koldan kelgen yardım bilen töhp koşkan, şularning biri ve kurban boğan ulardan birisi Rizvangül Haşim. Rizvangül Haşim 1926 yılı Qazaqstanның Almatı oblasti Çelek rayonunda Teriyung Sodigir ailesi tuğulgan bolup 7 yaşında atanısı bilen Gulcu şehri köçüp gelgen. 1940 yılgacha başlanğıç ve toluksuz mektepni Şərq mektep ve Ümit mektepti tamamlap 1942 yıl 9. aydan 1943 yıl 4. aygacha Ürümçi Kızlar Mektebi boğaltırlıq kesbide okugan. Şu ili vilayetlik Poçta Telegraf İdarasıga hizmetke düşken. Her bakımdan şu çağdaki ayallar ülgü boğallığını hazır yaşayatkan savaktaşları var. Şu mektepte bile okuyan savaktaşları. Onun kim keçek de bolsun, mektepteki bütün spor faaliyetleri katmış ahvalda bolsun, örnek bir yaş ikerliğini ifade kıldı. Rizvangül 1944 yılda 11. ayda ilidi kötürülgen Gomindan karşı uruş galibi kılıp Gulcu şehrigimi uruş otu tutaşkanda hizmetini taşlap şu ayının 13. günü yeni cumhuriyet kurulgan günü fidayileri koşulgan. Kıskı müddet kesbi terbiyelenişten keyin koluğu mıltık elip dümbüsüge doğru somkısını esip aldın sepki ketken. Rizvangül uruş başlanıp 6 günden keyin fidayi partizan bolgan. 1945 yıl 11. ayının 13. günü Rizvangül Harambağıdaki düşmanın 3 bunun şekilde caylaşkan 3 boteydin tan etilgan pulemyot avtomatlarının oq yağmuru astıda Şah Hacı'nın beğideki uruş noktasında yarlarlarını kutkuzudu. Bu uruş 86 saat devam kıldı. Nayet şiddetli bir uruş. Bəxtki qarşı Qadir Çoğ isimlik yarlanğan bir jangçını jang meydanına elip çıkıp atqanda peşansiga oq tegip şehit boldu. Bu jangçı sap qalıdı, keyin özünün əslimlerini yazdı. Rizvangül meni elip çıkıp atqanda oq tegdi. Keşke ben ölgen bolsam dep əfsusundum. Şu jangda kurban boludu. Rizvangül'dün bizge kalgan 2 fotograf var. Bulardan biri orta mektep okuğuşluk kinişkisiga çaplanğan resimge. Rizvangül'nün bu kızın Rizvangül ikelligini oturgu çıkırışmı asanğı toxtamagan nurgun tadqiqatçılar neçe yıl tadqiq qilib bu Rizvangül'nü tonuyduğun savaqtaşlarını tepip onundaki resimlerini seliştiriş arqılıq bu resmin Rizvangül'e ait ikelligini oturgu çıkargan. Yeni bir resmi Harambağ uruşuğu meniştin burun bu sepki bir fotoğrafçı kelidi. Bula dostlar bilebilirler. Bir de 6 kızınki, 7 kızınki düşken resmi. Arka sep soldun birinci kişi Rizvangül. Bu kızların bazıları hazır Kazakistan'da, Özbekistan'da Gulcu'da bazıları kurban oldu, bazıları Gulcu'da kamaydı. Kazakistan'a çık getdi. Harambağ uruşu galibiyet bilen ayaqlaşıdı. Gulcu azat kılınğandan keyin Şarkı Türkistan Cumhuriyeti hökümetinin baş komandanlık ştabı şehirde tentenlik çoğ jığın içip Harambağ uruşuda batırlıq görsetkenlerge şeref medalı tarqatqan. Rizvangül'e atalğan 17. nomurluq bahadırlıq medalı şeref sahnesi de onun atısının kökrüge taqalğan. Rizvangül haqqında yazılğan maqalalar, tadqiqat maqalaları, romanlar, şiirler bet köp. Bularning birisi Tozumaz Gül ismiyle Abdurrahman Qahar tarafından yazılgan. İkinci kızımız bu jangga qatnaşqan ve qurban bolgan Roşengül. Roşengül Şevket 1928 yılı Gulcu ziyali ailesi tuğulgan. Atısı okumuşluq bolup taraqqipərvar oqutqucu idi. 1942 yılı Şinşisey ziyalilarının xalqni zulümge qarşı ang cəhətdən tərbiyelişindən qorxup bir türküm ilğar fikirlik ziyalilarını töhmət bilen qarlap qolğa alğan ve türmelerde azaplap öldürgen. Şu kadar da Şevket Efendimo öldürülgen. Gülcihre Hanım, Roşengül'ün anısı, muşu dert sebeplik 1943 yılı vafat kılgan. Bir yıldan keyin 16 yaşlı Roşengül Milli Armiyaya pidayı bulup katlaşıp Senober halkının
Sənübər xanımның qısqı kursuda sestiralıq bilimi öyrəngəndən keyin Haranbağ Langşang soquşu qatnışıb yardar canslarını qutquzğan Roşengül görsətgən qəhrəmanlıqlar nəticəsində polk ştabı tərəfindən alaylı xidmət görsətgən də təqdirlənib tizimə elinğan. Atansı ölüb ketgəndən keyin yalğız qız öz yalğız qalıdı və dadısının intiqamını eliş üçün armiyaya qatnışıdı. Xət nəmələri özgürlük getibdi. 1945-nin 9-cu ayının 8-ci gündəki Cing nahiyesini eliş cəngəminə aid qatlıq oldu, şiddətlik bolğan. Bu cəngdə 500-ə yaxın əskerimiz şehit boludu. Roşengül dəlmiş şiddətlik cəng meydanında idi. O fidakarlıq göstərib yardarlarını qutquzdu, amma ussuzluq yardarlarını Cərahidədən bəkrəb qiynaydı. Çünki Milli Armiya kelişdən burun Gomindan bütün onlarınki yoludaki dərəxtlərini, hətta qoğunçilikmi taş tapamığanlığını sözləydi, yazıdı yazğıcılar. Qoğunçilikmi taş qoymayıdkən, tüzlən bir yer, düşmən egiz yedi boğallığı üçün bu uruşdan biraz aldırab başlap qoydu. Şuna olan qatlıq qurban beriş boğan. Və ətisi yardalağa su yox, su mənbəsini kesib etkən yuqurdan 150 metr uzaqda bir tügmən var. O tügməni berib su əkilişini oyluşdu, lakin yanı düşmən tərəfindən öldürülüşdün, qorxub bula onu üyəyə mükü aldı. Lakin yardarlar susuzluqdan ölüşük başlağandan keyin Rızvangül 11 tane bakuluşkini elib, sudanını elib o tügməngə tosquna qarmay səbdaşlarının barıdı. Sağ-salamət berib su evatqan çağda tügməngə yoşurulğan bir Gomindan əskər tərəfindən etib öldürüldü. Onunki mazarını iki dərəxtini işarət qılıb, bəlgi qılıb, səbdaşları üyəyə kömüb, qayıtqa vaxtında onu yaxşı bir mazarğı yötkəyimiz degen niyyətdə kiyim keçəklərini mazarının üstü qoyub, taş bilən basırıb qoyğan. Bulanı qıған adamın əslimisi var. Lakin ulamı yardalanıb nəticələrdən keyin bağandan keyin o mazarını tapamaydı. Roşengül'ün qəbrisini tapqan kişi Cing Nahiyelik 1-ci Otur Məktəbinin Güzel Sənət müəllimi Nur Məhəmməd Əpəndi olub, Roşengül'ü 14 yıl izləyən. Bu kişinin dadısı mı Şulayt inqilabı qatnaşqan ki, o çağdaki əhvallarını dəbbəyən keyin Roşengül'ni şu tügmənnin yeniğa dəbni qıqantıq degəndəkin şiyədi çoxun bağda bu adam 14 yıl izləydik. Hər yekşənbə gücək bilən tegişlik coğutularını elib bu adam yək olaydı. Şuna olan toy qıldığan kızımı bu keşkişik yək olaydığan kişiyə də taşlayıp getirdik. Lakin vazgeçmeydi. Vazgeçmeyi ahiri bir Qazaq adamının ki yardımı bilen hakikaten iki uzun örümü çeçi öz açda oyladı. Bu adam ressam bu aşka onu hayal kılıp sızışqı tırışıdı. Hakikaten onun cesedi ikenliğe işinidir. Bir yerini kolab bir cesetini işki dərəxtinin arasıdır ki o cesetini tapıdı. Meliki Ziyaudun. Çok kısa. Evet. Ve Meliki Ziyaudun belki Bulbullar nakşını hemimiz bilimiz, Tarım nakşını hemimiz bilimiz. O nakşılarının ki yazarı Meliki 1943 yılı Ürümçi'de tuğulğan bolup Hoca Niyaz Hacim'nin nevrisi, öz nevrisi Çeçenlikdə başlanğıç məktəbinin diladan çıxan, keyin o oxub mədəniyyət nazarəti qaraşdırıb naxş usul ömründə işlədi. Qısqığına həyatında xalq söyləyən bir şairə, bir sənətkar, bir yitük eğlancı, yəni sahne riyasetçisi boğan idi. 8 yaşından itibaren şeir yazıqı başlayan, hətta gezitke mındaq bir tepişmaqını yazğan ki, egisi yaratdı bir tal qutunu, içigi sığdırdı tövge putunu. Kim tapsa əgər bu tepişmaqını gezgi çıxarsın cavab xetini. Cavabını heç kimə deməydi, gezgi yazsın deyib saxlaydı. 2 ildən keyin bunun cavabı gezgi yazıldı.
Şundaq çeçen, şundaq aqıllıq bir qız. 10 yaşında imtihanı kirib, çoğunlar bile imtihanı kirib 98 numara aldı ve şu çağda 10 yaş idi. O 13 yaşında oquşunu bitirib, Şinjan Naqşubatlı Ömürgüdə sənət səhnə riyasetçisi boludu. 2 yıldan keyin Mərkəzi Millətlərin İnstitutu Sənət Fakültetiga əvətildi. 15 yaşa kadar oxuyduğan bütün məktəblərdə oxub oldu. Melike bu yıllarda yana bala vaxtidagidək tepişmək icad qilishdan xeyli alğa ketgan bo'lib, Məxbi sir dostluq şəhərinə Nurluq Bostan kelib qısqın gülüngni seni əsləymən qatarlıq şeirlarni yazıdı. 1962 yılın bahar mezgildə Ziyaudin aka ve kızı Melike şair Armiya ili Damulla Nimşehit bilen Kazaklarının dağlıq akını İsmail'ını öygi teklif qilib, ular bilen edebiyat şeiriyat doğrusunda paranlaşıdı. O gün ketidiğen çağda Armiya Damulla Nimşehit şundaq bir şeirini təqdim qildi ki, Dürmikin yakut mikin ya tanıdıki çolpan mikin 10 yaşının nuru balqıydı bu kızın çehrede. Peşvayım dep meni tuttu kolumdan erkilettim men mükel dep 100 atanın mehride. Ve Mədəniyyətlə başlanğan ekin bu kızını körəməydi qalla, onun şeirlərini başqa mənisi var, digərlə həmisi bunu burjuaziyanınki qaldığı, Hoca Niyaz Hacı'nınki nəvrisi edib qolğa aldı. Bir neçə ay her gün ətdigəndə öyü gelip açıqıb sazayı qıldı. Boynuq taxtayı esib, Paşa İşan bilən billə, o ikisini her gün sazayı qıldırdı ki, mən burjuaziyanın çocuğu balısı, mən əksiyetçi degen gəplərini tekrar degizdi ki. 8 aydan keyin bu qız qolğa elinğandan keyin ölümünə ait ecinişlik oldu. Tazlıq işçisi qılıb işletidu. Lekin bir gün səhərdə 70. yılı o kızınki ağzığa toba tıkılğan halda yerde cansız bedenini gördü. Şunu ölüp geçiyordu. 27 yaşlı kız. Benim söyleyeceklerim bunlar. Teşekkür ederim.